Təhsildə idarəçilik çox vacibdir və məhz idarəçilərin də vəzifəsi təhsildə daha effektiv, səmərəli formatları tətbiq etməkdir. Biz Sovet məktəbini qurtarmışıq və Sovet məktəbi ilə bugünkü təhsil sistemimizi müqayisə etmək imkanlarımız da var. Bu baxımdan bir neçə vacib məqama diqqətinizi yönəltmək istəyirəm. Birinci növbədə mən hesab edirəm ki, Azərbaycan təhsilində idarəçilərin qarşısında duran ən önəmli vacib məsələlərdən biri təhsil alanları, öğrenciləri əzbərçilikdən kənarlaşdırmaq. Bugün bir çox dövlət idarələrində və hətta dövlət qulluğu imtahanlarında belə bəzi statistik məlumatlara daha çox önəm verilir və orada imtahan verənlər hansısa bir statistik rəqəmi yaxşı yadında saxlamadığına görə daha az bal alır. Bu indiki müasir dövrümüzdə doğru yanaşma ola bilməz. Bir misal çəkmək istəyirəm. Bugünkü texnologiyanın inkişafı bizə imkan verir ki, biz müasir texnologiyadan, müasir internetin bizə yaratdığı imkanlardan doğru, dürüst, bacarıqlı və səmərəli, effektiv istifadə edənlərin bacarıqlarına fikir verər. Bu yaxınlarda bir məclisdə bir nəfər aparıcı dedi ki, Günəş yer kürəsindən 109 dəfə böyükdür. Mən yadıma düşdü ki, bu ola bilməz. Çünki mən oxumuşdum ki, Günəş o qədər böyükdür ki, yer kürəsi kimi bir top kimi milyonlarla onun içərisine atmaq olar. Və mən ChatGPT-yə bu sualı verəndən sonra orada belə bir məlumat çıxdı ki, yer kürəsi Günəş planetindən 1.300.000 dəfə kiçikdir. Yəni, Günəşin içərisində 1.300.000 yer kürəsini top kimi atmaq olar. Və Günəşin kütləsi yerin kütləsindən 333.000 dəfə böyükdür. Və mənə belə gəlir ki, əgər bir öğrenciyə, bir imtahan götürülən şəxsə sual verilərsə və bu statistikanı düzgün bilməzsə, amma onu tanımaq yolunu çox asan yolla bilirsə və bunu tətbiq edə bilirsə, bu daha səmərəli fəaliyyətdir. Amma elə Sovet vaxtında da bugün də bir çox yerlərdə daha çox tələbələrə əzbərçilik, statistika öyrədilir və o da insanın bir gün sonra yadından çıxar. Mənim bugün öyrədiyim sabah yadından çıxa bilər. Bu o demək deyil ki, biz savadsızıq. Ona görə də mənə düşünürəm ki, müasir texnologiyanın yaratdığı imkanlardan istifadə edərək, eyni zamanda indiki süni intellektin də bu dərəcədə inkişafını və dünyanın çeşitli ölkələrində süni intellektin inkişafına 100 milyarlarla vəsaitin yatırılmasını nəzərə alaraq bizdə də təhsildə bu məsələlərə ciddi önəmin verilməsi ön plana çıxmaqdadır. Bu baxımdan indi biz İnşaat və Memarlıq Universitetində olduğumuza görə də, hörmətli Akif müəllim, bir məsələni demək istəyirəm. Bəlkə də sizin sosial şəbəkələrdə qarşınıza çıxan bir Kursiv adlı bir kurs var, beynəlxalq bir kursdur və orada süni intellektin 48 aplikasiyalarını öyrədirlər. Və orada bir Midjourney da var. Həmin Midjourney'dən istifadə etməklə istənilən bir tələbənin 10 günə, 15 günə yaratdığı bir memarlıq layihəsini yəni bir 2-3 dəqiqədə həll etmək olur. Qalıb onun üzərində həmin o şəxsin artıq o detalları özü ona düzgün şəkildə komanda verib yerinə yetirməsi. Və orada özünün heç etməsi lazım deyil. Sadəcə düzgün komanda və düzgün açar sözləri istifadə etmək bəsidir. Ona görə də mən istərdim ki, siz də Samir müəllim, yəni bu məsələlərdə daha çox forumlarınızda, tədbirlərinizdə bu məsələnin lobbiçiliyini edəsiniz. Mən öz imkanlarım çərçivəsində bunu etməyə çalışıram və edəcəm və düşünürəm ki, bizim təhsilimizdə çox ciddi irəliləyişlər var, doğrudan da var. Çox ciddi irəliləyişlərdir, amma bu ciddi irəliləyişləri biz inqilabi nailiyyətlərə də çevirə bilər. Hamınızı bu yolda addımlamağa dəvət edirəm. Təşəkkür edirəm.